Salam. Deməli bu oba var ya, oba. Onun Əsəd Əhmədov da bizim məhəllədə olan yox. 77-nin son dayanacağının yanında bir mağazası. Əvvəllər səkiyə düzürdülər obanın mağazasındakılar. Sonra xahiş elədim, sağ olsun. Bizim polis bir dənədir də. Sağ olsun. Sahə inspektoruna dedim, gəldi, izah elədi. Çünki mən onlara dedim, yerimiz yoxdur, halbuki yuxarıda belə yer var. Aşağıda səkidə, yuxarıda ora düzə bilərdilər. Ondan sonra düzmürdü. Amma hər zaman həmin o Əsəd Əhmədov orada nömrə yazılmadığı üçün bilmirəm. 77-nin son dayanacağında olan mağazada hər zaman ekspeditorlar gəlir, istəyir sürücü üçün, çox vaxtda piyada həyatı üçün təhlükə yaradır. Və ən böyük günahkar bütün bunlardan bilirsiniz kimdir? Əlbəttə ki, oba şirkəti bu şəraiti yaradır və oradakı müdiriyyət. Hətta obaya bir dəfə müraciət eləmişdim. Bot yazdı ki, sizinlə əlaqə saxlayacaq, nə bilim, nə kimsə üzr istəyirik, nə bilim, heç əlaqə də saxlamadılar. Dünya aləm veclərinə deyil, mən heç oba şirkətinin rəhbərini, yaradıcısını, təsisçisini günahlandırmıram. Ən böyük günah onun HR-ındadır, kadrlar üzrə mütəxəssisində, hansı ki, lazımsız xeyrə şərə yaramayan, özünü oranın ağası sahib etdi sayan işçilər yox. Deyəcəksiniz, maaş aşağıdır, mənim günahım deyil, maaş aşağıdır. Heç kimi zorla döyədir, işlətməyin, maaş aşağıdır, daha yüksək maaşla işləyə bilərsiniz. Başqa bir yer. Mən gedirəm, səkidir, bir maşın belə də dura bilər, belə durub, belə. Görəm, ekspeditor düşürər, deməyin başqa yerdədir, ekspeditorda əlində kağız var. Mən sizin bildiyiniz kimi oba ayağı qaloşlu deyiləm, sizin işçilər deyə bilmərəm. Savad dərəcəsinə dərəcədir. Bildiyim qədər elə eləyirlərsə, sizlərlə çalışan işçilərin də ekspeditorları elə eləyirlərsə, onda hər şahidində. Çünki mən ekspeditorlarla işləmişəm Şollar şirkətində. Mənim ekspeditorlarım pis hərəkət etməyib. Nəsə yanlışlıq edəndə, mənə xəbər çatanda, mən elə eləmişəm, o ekspeditor söhbət uzatmadan gedib üzr də istəyib, hələ şikayəti olan şirkətmi, şəxsmi mənə çox sağ ol yazır. Ki, bəs budur. Şimdi yadımdan çıxması, bura taq eləyərəm bir yanam. Oba, indi iş günü deyil, onu bəhanə etməyin. Sabah zəhmət çəkər, SMS-imiz baxar. Hə, bu barədə cənab, hörmətli nazirimiz, Daxili İşlər Nazirliyinin nazirinə də onlayn müraciət olundu. Və əlavə sizin e-mail taq olunmaqla Dövlət Yol Polisinə və polisə də müraciət olundu ki, araşdırılsın, məhz niyə ekspeditorlar belə eləyir. İndi hal qaziyə nədir? Görəm belə durub, deyirəm, qardaş, zəhmət olmasa çəkərdin, biz keçək. Bir dəqiqəyə köçürəm də, uşaq da deyil, deyin, tərbiyəsizdir, məndən də yaxşı da olar. Yaşlı başlı insandır. Deyirəm, qardaş, çək, yoxsa DP-yə verirəm. Adam kimi sənə deyirəm, başa düşmədim, mən heyvanam, o sözü gedər, evdə ona tərbiyə verməmiş valideynlərinə deyər. Ona Allaha da tapşırmışam, Allahın cəzası böyük olur. Nə o kişiyə, nə onu tərbiyə verən valideynlərinə, qalıbsa da, qalmayıbsa da bu dünyada, nə ölüsünə, nə dirisinə rəhmət oxumuram, haqqımı da halal etmirəm, övladlarına elə tərbiyə verdikləri üçün. Budur. Obaya da haqqımı Allahın adı altında halal etmirəm. Çünki hər dəfə eyni olur. Keçən dəfə də bizim uçasko, daha doğrusu o əraziyə baxan uçaskovu deməsəydi, piyadaların yolunu sizinkilər tutacaqdı, malları içəri oynaya daşıyarkən. Bu bir. Əhməd, araşdırın, görün o hansı şirkətdir, sizin adınızı batırdığınız üçün sizə gətirəndə belə hərəkət etdiyi üçün o şirkətə xəbər verin, maşının nömrəsini filan taq edəcəm. Özü də şirkət cəzalandırsın və siz öz müdiriyyətinizi də biz Əhməd oradan cəzalandırın. Lazımdırsa işdən də çıxarda bilərsiniz. Ay, yazıqdır, aylıqdır. Və mənim əngəlli övladımın yanında mənə qışqıran, hamının yanında qışqıran, evdəki deməli, hüquqlarını pozduğu həyat yoldaşı ilə səfsən, bəlkə onun həyat yoldaşına xoş gəlir və uşaqlarına xoş gəlir onun qışqırbaqlı və diskriminasiyası. Qarşısında qadın var elə qışqırır, qadına diskriminasiya qanunla cəzalandırılır, biləsiniz.
Kofe oturub kompüterə baxan SMS-də belə şeylər eləməsin. Adətən rəhbər işçilər yox və təsisçi yox, məhz xırda işçilərdə belə hərəkətlər var. Xüsusilə indiki cavan kadrlarda. Mən də işləmişim o sahədə. Valla taksi şoförlərimiz də olur, ekspeditorlarımız da olur, başqa şirkətlərdə. Yəni mən ayağı qalışlı deyiləm. Savadım sizlərin savadından üstündür oba. Əsla sizi təhqir etmək istəmirəm, sadəcə izah eləyirəm ki, biləsiniz, onsuz da məktub sizin e-mailinizə gələcək. info@oba.az e-mailinizi bir zəhmət açın, görəcəksiniz ki, orada DYP-nin də gizli kopyada prezidentimizi də qoymuşam. Milli Məclisimizi də qoymuşam. Gizlidə ya açıq kopyada. Yəni onlara da artıq gedir ki, oba nə oyunlar çıxır. Deməli siz kiməsə arxayınsınız ki, belə hərəkət edirsiniz də. Bu qanun tərəf bu ayrı. Bumerang da var. O kişi olsun, sizin göz yumanınız olsun. Bugün mənim yolumu kəsirlər və yaxud digər piyadanın yolunu kəsirlər. Həyatımızı təhlükəyə atırlarsa, sabahları həmin o təhlükəyə atan, hətta insan kimi deyəndə qardaş onu çəkdiyib, bozaran, tərbiyəsizlik edən və ona o ekspeditorlara şərait yaradan şirkətin müdürləri və yaxud obanın öz müdiriyyəti, hələ mağazanın müdiriyyəti, sabah özü, övladları, bacı qardaşı, valideynləri də bir elə adam tərəfindən, vətəndaş tərəfindən təhlükəyə atıla bilər. Həyatda bumerang qanunu, karmanı heç kim ixtisara salmayıb, geri çəkməyib. Həyatını da itirə bilər ən yaxşı halda, ən pis halda sağlamlıq məhdudiyyətini itirər, əngəlli ola bilər. Bunu nəzərə alın. Demişəm ki, dövlət cəzalandırsan, Allah cəzalandıranda çox pis olur. Çox pis olur. Mən artıq neçə dəfə bunu bilmişəm. Bu insani tərəfdənsə. Ona görə də bir zəhmət, oba, bir dəfə botla müraciət geri dönüş olacaq, amma geri dönüş etmirsiniz. O şirkət, o maşının şirkət sahibini, o kiminsə ekspeditor tapın. Şirkətlə danışın ki, sizin adınızı belə batırır. Oradakı həmin o mağaza müdürünü lazımdırsa onu da işdən çıxardın. O şoförlə, həmin o sürücü ilə həmin şirkət özü bacaracaq. Utanmadan deyir ki, hə deyir, adam kim deyirəm. Ondan sonra deyirəm ki, al bu nömrəmi çək ver, mən heç kimdən qorxmuram. Deyir, nə DYP-dən qorxuram, nə bir şey. Hansısa korrupsiyon qüvvəyə siz və yaxud o şirkət arxayınsa və yaxud o sürücü arxayındırsa, necə yəni? Heç kimdən qorxmur. Olsun, Daxili İşlər Nazirliyimiz bizi incitmir, döymür, söymür. Sadəcə sən səhv olanda, vətəndaş səhv olanda cəzasını verir. Qorxmur, çox gözəl. Bu arada kasıbın dili həmişə başından yürür. Mən dövlətdə deyiləm, amma bir çox 95%, 99% kasıbın dili boyundan yüksək olur. Bir bahalı maşına ilə sözü deyəndə başa düşür, şirin dilinə salır. Bunu da unutmayın. Eləcə də fərqi yoxdur. Oba ya digər şirkətdə rəhbərlər və təsisçilər, yəni ki, şirkətin direktoru və təsisçisi günahkar olur. Məhz sizin kimi qulaq ardına vuran işçilər günahkar olur. Bu arada oba maşınların nömrəsini, dayanma formasını filan təq elədim, demin ki, bilmirəm. Zəhmət çəkin. Sabah işə gələndə birinci gün, ayın 20. Bugün 6-cı gündür. Ayın 27-si açın, baxın. İndi sərqiləcəksiniz ki, biz görməmişik. Yox, mən bütün sosial mediada sizi taq edirəm, görərsiniz. Bu qədər yoxdur, olar Facebookda da görərsiniz, TikTokda da görərsiniz. Oradakı 24 saatdan sonra getmir, yadımdan çıxması. İşim gücüm, belə əngəlli uşağa qarşılıqdır. O kişinin də əngəllilikdən heç kim sığorta eləmir. Bir işçiləri də hələ o kişi kimlərin bağına getməyəcəm. Özünün də onun ailəsini, nə də sizin göz yumanları. Bravo, sizdən yaxşı 7-24 işləyir.